Salam. Gəlin bugün həyatın ən həyəcanlı, amma eyni zamanda ən kritik mərhələlərindən biri olan nişanlılıq dövründən danışaq. Bu mövzunu ailə psixoloqu və psixoterapevt Subhan Abuşovun tövsiyələri əsasında birlikdə araşdıraq. Baxın, Subhan Abuşovun bütün yanaşmasının təməlində məhz bu cümlə dayanır və əslində nişanlılıqla bağlı bütün təsəvvürlərimizi bir anlıq alt-üst edir. Nişanlı olmaq, evli olmaq deyil. Yaxşı, bəs bu əslində nə deməkdir? Deməli, Subhan Abuşova görə cütlüklərin etdiyi ən böyük, ən fundamental səhv nişanlılığı bir növ sınaq evliliyi kimi görmələridir. Elə gələcəkdəki ciddi problemlərin toxumunu da məhz bu yanlış yanaşma əkir. Abuşov vaxtından əvvəl başlayan bu yaxınlığın təhlükəsini o qədər güclü bir bənzətmə ilə izah edir ki, deyir ki, tez başlayan yaxınlıq qışda əkilən toxuma bənzəyir. Yəni, təsəvvür edin, qışın ortasında toxum əkirsiniz. Nəticə nə olar? Əlbəttə ki, o toxum heç vaxt sağlam bir məhsul verməyəcək. Gəlin bir anlıq düşünək. Cəmiyyətdə ümumi təsəvvür necədir? Adətən, nişanlığa əyləncəli, romantik, evlilik öncəsi bir mərhələ kimi baxılır. Amma Abuşovun yanaşması, baxın, tamamilə fərqlidir. O deyir ki, bu, əyləncə yox, ömürlük uyğunluğu yoxlamaq üçün çox ciddi bir qiymətləndirmə dövrüdür. Yaxşı, əgər nişanlılıq bir sınaq evliliyi deyilsə, bəs onda nədir? Onun əsl məqsədi nə olmalıdır? Abuşovaya görə bu dövr bir kəşfiyyat dövrüdür. Abuşov nişanlılığı bir bayram, bir əyləncə kimi yox, əslində bir-birini həqiqətən tanımaq üçün kritik, həyati bir dövr kimi təqdim edir. Yəni, bir növ tanıma dövrü. Və bu dövr bilirsiniz, elə-belə təsadüfi görüşlər üçün deyil. Əksinə, Abuşov deyir ki, bu çox məqsəd yönlü bir proses olmalıdır. Gələcəyi müzakirə etməlisiniz, bir-birinizin dəyərlərini anlamalısınız, xarakterini qiymətləndirməlisiniz və ən əsası evliliyə həqiqətən hazır olub-olmadığınızı yoxlamalısınız. İndi isə gəlirik çox maraqlı bir məqama. Abuşov bu tanıma dövründə kişi və qadın üçün fərqli, amma çox vacib rollar və məsuliyyətlər müəyyən edir. Onun fikrincə, sağlam bir proses üçün aydın sərhədlər şərtdir. Baxın, burada Abuşovun təklif etdiyi rolları görürük, hansı ki, bir-birini tamamlayır. Kişinin məsuliyyəti daha çox təminat və münasibəti qoruma yönümlüdür, qadının məsuliyyəti isə öz ləyaqətini qorumaq və o ailənin mənəvi təməli olmaqdır. Və təbii ki, hər ikisi də bir-birinin xarakterini dərindən anlamağa çalışmalıdır. Bəs bütün bu sərhədlərin, bu məsuliyyətlərin arxasında dayanan əsas fəlsəfə nədir? Məhz budur. Sevgi, sevdiyin insanı qoruya bilməkdir. Yəni, əsl sevgi ani həzlərdən ibarət deyil. Partnyorun gələcəyini, onun nüfuzunu düşünməkdir. Yaxşı, bəs bu sərhədlər pozulanda nə baş verir? Baxın, Abuşovun xəbərdarlığı çox aydındır və birbaşa deyir ki, əgər kişi istədiyini evlilikdən əvvəl əldə edərsə, qadın onun gözündə dəyərdən düşə bilər və bu məsuliyyət təkcə bir tərəfin yox, hər iki tərəfin üzərindədir. Yaxşı, bütün bu çətin prosesin, bu sərhədlərin, bu tanıma dövrünün sonunda hədəf nədir? Abuşova görə məqsəd sadəcə evlənmək deyil, əsas məqsəd bir ömür davam edəcək o həqiqi sevginin təməlini atmaqdır. Və burada iki tamamilə fərqli sevgi anlayışını görürük. Bir tərəfdə xarici görünüşə söykənən, zamanla yox olan nəfsi sevgi var. Digər tərəfdə isə daxili xarakterə əsaslanan, çətinliklərlə daha da möhkəmlənən həqiqi sevgi dayanır. Deməli, məqsəd nədir? O kövrək, tək bir sapdan ibarət sevgi yaratmaq deyil. Əsas məsələ xarakterə, ruha əsaslanan çoxsaylı əlaqə nöqtəsiləri, yəni Abuşovun dediyi kimi o sevgi bağlarını qurmaqdır. Fikir çox sadədir. Bir bağ zəifləsə və ya qırılsa belə digərləri münasibəti ayaqda saxlayır. Abuşov bu prosesdə ailənin rolunu da unutmamağı tövsiyə edir. Hətta deyir ki, cütlülərin sırf hisslərə qapılmaması üçün valideyn nəzarəti altında görüşməsi daha sağlamdır. Yəni, ailənin dəstəyi bu dövrün ağıllı şəkildə idarə olunmasında çox vacibdir. Beləliklə, Subhan Abuşovun bütün bu fikirlərini yekunlaşdırsaq, ortada hər kəsin özünə verməli olduğu tək bir sual qalır. Həqiqətən də münasibətinizin təməlini ötəri bir görünüş qumunun üzərində qurursunuz, yoxsa möhkəm bir xarakter qayasının. Unutmayın, bu sualın cavabı bəlkə də bütün gələcəyinizi müəyyən edəcək.